İlham Əliyev Türkiyəyə foruma qatılanda deyilən vətənlərim, arvadını qızını aparıb ki, düşünüb ki, İranın rəhbərləri Prezident Pezeşkiyan, Xarici İşlər Naziri Abbas Əraqçı ya Kalibab məclis sədri gələcək. Bunlarla da bir yerdə Erdoğanla da görüşəcəklər, bir qardaşlıq mesajı verəcəklər. İlham Əliyev belə düşünürdü. Deyilən vətənlərim, çox ölkələr ora, hətta Azərbaycan boyda ölkələr belə orada nazir mavini səviyyəsində yer aldı. Fransa, eyni zamanda İtaliya kimi ölkələr. Ümumiyyətcə, İran heç ora bir dənə normal adam göndərmədi. Sadəcə Türkiyədəki səfir, Türkiyədəki İranın səfiri toplantıya qatıldı. Fikir verin ha. İran fərqindədir Türkiyə arxadan Erdoğan hökuməti İsraillə bağlı hökumət. Trump'a bağlı hökuməti. Gördünüz, Trump ağzına gələni dedi, Erdoğan cavab verəmədi. Dedi, seçimdən yaxşı hiləni o bilirdi. Cavab verim. Deyələmədənə, İlham Əliyevin ümidləri suya düşdü. İranla barışmaq, İranın könlünü almaq, Erdoğanla bir qardaşlıq, dostluq, qonşuluq mesajı vermək istəyirdi. İranda özünü tanıyan heç kim gəlmədi. Biabır oldu. Alınmadı. Belə yerdə deyirlər, bax. İlham Əliyev yemədi getdi. Mehriban Əliyeva, bunlar hansısa bir məmuru, yekə məmurları qoymaq üçün, ya çıxartmaq üçün, ya Rusiyadan icazə alırlar, ya Türkiyədən. Güc strukturları, generalları, güc strukturlarına aid nazirlər Rusiyadan alınır icazəsi, təyin eləmək və ya çıxartmaq. Güc strukturu olmayan Türkiyədən icazəsi alınır.